İndi mən bir şey başa düşmədim. İndi bizi tənqid edən məntiqsiz bir yanaşma görürəm. Yəni biz demirik araşdırmasın. Araşdırsınlar. Biz deyirik ki, məsələ əgər niyə araşdırılmır deyə sual çıxır ki, yəni yox, araşdırsınlar. Bu müvafiq qurumlar var. Adam götürsün, özü şikayət yazsın, ərizə yazsın hüquq mühafizə orqanlarına ki, filan vətəndaş televiziyada bu çıxış eləyib də vətənpərvər deyil. Götürsün, yazsın, bu məsələni araşdırsınlar, ona da cavab versinlər. Söhbət nədən gedir? Mən sadəcə siz indi sual verdiniz ki, mövzunun aktuallığı, hər bir şəxs üçün, mənim üçün məsələn, mən mövzunun aktuallığını daha strateji baxıram. Yəni, bu belə epizodlar çıxacaq. İndi məsələn, mən sizə bir şey deyim. Bir müğənni də çılın-çırpaq çıxmışdı, xalq artisti oxuyur. İndi bunu da mənə sual verəcəklər ki, məsələn, faciəsi nədir? Əlbəttə, mən... Niyə vermədin? Sən mədəniyyət xamçası... Yox, mən mədəniyyət... Yox, əvvəl... Birbaşa sizin sahib. Söhbət nədən gəlir? İndi mən buna da reaksiya verməliyəm. Yaxud bir aparıcı ağzından bir söz buraxdı, mən buna da... Söhbət başqa bir şeydən gəlir ki... Yəni, bunlar cəmiyyətin müzakirə elədiyi mövzular olsun. İnsanlar buna etirazını bildirsinlər, narahatlığını bildirsinlər, araşdırma başlasın. Mən sadəcə bir cəmiyyət həyatını özü üçün təhlil edən insan kimi, biraz az-çox təcrübəsi olan, bu proseslərin içindən keçmiş insan kimi istəyirəm ki, cəmiyyətimiz daha vacib bir istiqamətə yönəl. Hansı təhlükələr bizi gözləyir? Bu təhlükələrin, deyək, yanında bu Şərruli İsfəndiyar obrazı, yaxud da onun açıqlamaları, bu artıq yüzlərlə məhkəmə prosesi olub, DTX ilə bağlı, başqa qurumlarla bağlı, MTN, keçmiş MTN ilə bağlı məhkəmə prosesi olub, yüzlərlə Hacı Məmmədovun dəstəsi ilə bağlı, yüzlərlə məsələlər açılıb ortada, bir təlatüm yaradan məsələlərdir. Aradan qalxmaq. Mən söhbət ondan gedir ki, mən bu günləri daha çox indekslənirəm o məsələlərə ki, o Azərbaycan cəmiyyətinin sabahları, Əfqanistanlaşmasına, İranlaşmasına, yaxud da hansısa bir təhlükəyə yönələn məsələlərdir. Mən buna daha çox təhlükə kimi baxıram. Yəni, nə baxımdan? Çünki biz görürük ki, tendensiya yaxşı istiqamətə getmir. Və bunu biz dilə gətirik. Pənah bəy də o birini dilə gətirsin, başqası da onu dilə... Pənah bəyin ən azı elə bir səlahiyyəti yoxdur. Siz də millət vəkilisi o baxımdan soruşurlar. Bilsiz nətərdir? Bizim baxışlar fərqli ola bilər. Amma o da cəmiyyətin gələcəyi üçün narahatdır. Mən də, siz də. Övladınız var, yaxınlarınız var. Mən sizə bir şey baxış bucağımız fərqli ola bilər. Mən daha çox təhlükə biraz daha fərqli bağlı. Məsələn, Türkiyə üçün tutaq ki da, təhlükə başqa şeydə görürük. Məsələn, deyək ki, indi bu günləri diqqət eləyirsinizsə, dünyada hər gün sürpriz yarada biləcək bir Amerika Birləşmiş Ştatlarının prezidenti var. Yeni bir tezis atır, söz atır. Dünyanın bir sistemini dəyişməyə yönələk bir açıqlamaları var. Hər bir şey bizi elə bir silkələyə bilər, elə bir zəlzələ yarada bilər ki, dövlət olaraq biz bütün günü narahatçılıq içində qala bilərik. Məni narahat edən daha çox budur. Yəni, daxildə deyək ki, bu negativ hallar, başqa məsələlər üzərinə gedilməlidir, araşdırılmalıdır, cinayətkarlar tapılmalıdır, cəzalanmalıdır. Bunlar başqa məsələlər. Bunu eləsinlər. Bunu müvafiq orqanlar var. Mənim əlimdə sanksiya yoxdur ki, bunu eləyim. Yəni, söhbət ondan gedir ki, biz daha çox o tendensiyanı cəmiyyətə göstəririk ki, daha çox diqqətinizi bu məsələlərə, təhlükə buradadır. İndi bunu yaradıcı adamlar görür. 3-4 mən baxdım, insanların etirazını gördüm ki, yəni bu sabah qorxudulur, insanların gözü qorxudulur, ziyalının gözü qorxudulur, alimin gözü qorxudulur. Alim artıq kütlənin qorxusundan, qaracıruhun qorxusundan, kiminsə təzyiqin qorxusundan normal fikrini ifadə edə bilmir. Bu fikir ümumi cəmiyyətin tendensiyasına uyğun olmasın. Amma cəmiyyət üçün faydalıdırsa, bir yazısının bir yazısı əsəri faydalıdırsa, bunu indidən qabağını alanda Azərbaycanda sabahları necə yetişəcək Çingiz Aytmatov, necə yetişəcək, deyək ki, Faulkner yaxud da Salinger, kim yetişə bilər?